həyatın ən xırda detallarında belə cəmiyyətin mədəni səviyyəsi aydın şəkildə özünü göstərir. İctimai nəqliyyatda, banklarda, dövlət qurumlarında və ya mağazalarda insanların növbəyə necə riayət etməsi əslində təkcə davranış məsələsi deyil. Eyni zamanda formalaşmış sosial şuurun və ictimai məsuliyyətin göstəricisidir. Növbə mədəniyyəti olan cəmiyyətlərdə qayda-qanun zorla deyil, daxili qəbul və vərdiş hesabına qorunur. Məsələ ilə bağlı sosioloq Mail Yaqub Missiyazı açıqlamasında deyib ki, növbə mədəniyyəti hər bir toplumun ümumi mədəni səviyyəsini əks etdirən vacib göstəricilərdən biridir. Bu hər bir millətin, hər bir toplumun mədəni səviyyəsini həm də göstərir. Amma bunu yaratmaq üçün nə etməliyik? Ancaq təbliğat. Ancaq mənə elə gəlir ki, bu sahəyə heç hüquq da müdaxilə edə bilməz. Çünki hər hansı bir yerdə siz gəlib polis nəzarəti orada qoya bilməzsiniz ki, kim növbə mədəniyyətini pozsa onu cəzalandıracağıq. Bu gülməli ola bilər. Amma bunu təbliğatla çəkilən seriallarda, filmlərdə, reklamlarda bunu gücləndirmək olar. Bir müddət insan gördüyünü götürür. Mail Yaqubun sözlərinə görə bu məqsədlə müəyyən maliyyə vəsaitinin ayrılması da vacibdir. Qısa müddətli deyil, mərhələli şəkildə 3 ay, 5 ay, 1 il və ya daha uzun dövrdə aparılan davamlı kampaniyalar daha effektiv nəticə verə bilər. Beləliklə bu mədəniyyət birdən-birə yox, hissə-hissə təbii şəkildə formalaşmağa başlayar. İnsanlar çox təkrarlanan şeyi əxs eləyirlər, götürürlər, öyrənirlər. Əgər 1 il müddətində dayanmadan bütün yerlərdə bu reklam çarxları getsə, radioda, televiziyada, sosial şəbəkələrdə təbii ki, buna maliyyə ayırmaq lazımdır. Onda bu adət, ənənə bizdə də yüksək səviyyədə formalaşacaq. İlahə Qəmbərli, Heydər Həsənli, Missiya TV.